Bizim atamızı o vəziyyətə salanda cəzasını çəksin. Bu şıxlı dünya ona haram olsun. 11 aprel tarixində Marniyulidə C Hospital klinikasında mühafizəçiyə qarşı baş verən zorakılıq hadisəsi ağır nəticələrlə davam edir. 63 yaşlı mühafizəçi aldığı ciddi xəsarətlər səbəbindən hazırda komadadır və vəziyyəti kritik olaraq qalır. Ailə üzvləri bildirirlər ki, onun səhhəti son dərəcə ağırdır və hadisəyə görə məsuliyyət daşıyan şəxsin ədalət qarşısında cavab verməsini tələb edirlər. Onlar həmçinin indiyədək istintaq çərçivəsində dindirilməyə çağırılmadıqlarını qeyd edirlər. Tələbimiz odur, sonra kimi mən gedəcəm, şikayətçiyəm. Mənim atam bilirsiniz, xəstəxanada vuruldu, Levanik kapitan tərəfdən. Vurub atam arxadan zərbə vurub, sonra da ön tərəfdən də burnunu qırıb. Baş kafelə dəyib, şu anda komadadır, başından əməliyyat olunub. İndi yenə yanına gedirik, komadan da ayrılmayıb. Biz sonuna qədər şikayətçiyəm, arxasındayam, ölənə qədər də gedəcəm. Heç bir dindirilmə olmuyor, nə bir dövlət işçilərindən bizə yaxınlaşan olmuyor. Heç kim nə zərər verən bizə məlumat vermir ki, bəs biz belə elədik, elə oldu, elə nəsə, heç bir şey. Heç bir bilgi almamışıq, nə dövlət tərəfindən, nə bizə zərər verən insanlar tərəfindən, heç kim. Ailə bu məsələni sona dək izləyəcəklərini, mübarizə aparacaqlarını və günahkarın ən sərt şəkildə cəzalandırılmasını tələb etdiklərini bildirir. Kim hələ heç bir məlumat vermir ki, ya yaşayacaq, ya heç nə, ancaq komadadır. Ayılmanı gözləyir. Mən də arxasındayam hər şeyim. Biz Gürcüstan vətəndaşıyıq, biz də dövlətdən tələb edirik bizim atamızı bu vəziyyətə salanın. Yəni mən də atamı bu vəziyyətə salanı o hala qoysam kiminsə xoşuna gələrmi? Gəlməz. Mən də atamın, bacılarımın arxasındayam. Şikayət, vəsə. Asıl xəstəxanadaydı, polislər bizdən gizli onun anasını çıxardılar xəstəxanadan. Mənim komada olan atama baxmır, polis gəlib məni danışdırmır, deyək sən mənə işini göstərəsən. Eşitdiyimizə görə Levanik kapitan idi. Xəstəxanaya gediləcək, kamerada hamısı üzə çıxacaq, hamısı göstəriləcək. Yəni biz arxasındayıq. Bu işin dalında da dururuq. Məlumata görə hadisə mühafizəçinin xidməti vəzifəsini yerinə yetirdiyi zaman baş verib. O xəstə ilə birlikdə yalnız bir və ya iki nəfərin içəri buraxıla biləcəyini dedikdən sonra tərəflər arasında mübahisə yaranıb və vəziyyət fiziki qarşıdurmaya çevrilib. Nəticədə Bovnisi bələdiyyəsinin müavini, yəni Saraçılı kənd sakini 63 yaşlı Gərənzadə Ələddin ağır xəsarətlər alıb. Hadisə ilə bağlı artıq bir nəfər saxlanılıb. Fakt üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi qəsdən sağlamlığa ağır zərər vurma üzrə aparılır. Şübhəlinin Marniyuli merinin Ziraq və İnzibati Vahidi üzrə nümayəndəsinin ailə üzvü olduğu bildirilir.